dövrlərdə əfsuslar olsun ki, xarici ölkələrdə bar və gecə klublarında içkilərə gizlicə psixotrop maddələrin qatılma halları hər zaman müşahidə olunur. Sözü gedən maddələr insanın iradəsini zəiflətmək, diqqətini və yaddaşını pozmaq məqsədi daşıyır. Yəni onlar bar və gecə klubuna gələn insanlara tərəf törədilmiş terrordur, mən belə qiymətləndirirəm və hər zaman da söyləyirik ki, harda olmalarından asılı olmayaraq aldıqları içkiləri qəbul edən zaman əyləncə məkanlarında daha diqqətli olmaq, içkiləri nəzarətsiz qoymamaq və şübhəli hallar zamanı dərhal stakanlarını dəyişdirmək, tutduqları məkanları tərk etmək və kömək istəməkləri lazımdır. Amma bu xarici ölkədədir. Yəni bizim ölkəmizdə hələ ki belə bir fakt aşkarlanmayıb və belə bir fakt yoxdur. Yəni hazırda Azərbaycanda bu tip hallarla bağlı bir statistika yoxdur. Nə hüquq mühafizə orqanlarına belə bir müraciət olunub və yaxud da ki, narkoloji dispanserə ki, yəni mən gecə klubunda mənə təqdim ediblər, mən ona görə müalicəyə gəlmişəm. Yəni belə bir statistika hal-hazırda yoxdur. Amma qloballaşma, turizm axınının artması, xaricilərin ölkəmizə səfərlərinin təşkili, bununla da paralel olaraq biz daha diqqətli olmalıyıq və xaricdən gələn təsirlərə qarşı ayıq olmalıyıq. Yəni bu cür problemlər ölkəmizdə olmasın. Məkanlarında. Amma ölkəmiz tranzitdir. Biz bilirik ki, sərhəd ölkəyik və ən çox ölkəmizə hardan narkotikin gəldiyini çox gözəl bilirik. Ona görə mütləq xarici təsirlərin olmaması üçün ayıq-sayıq olmaq mütləq şəkildə vacibdir və diqqətli olmağa, içkilərini nəzarətsiz qoymamağa, özlərini qeyri-adi hiss etdikdə, yəni nəsə bir pis hal olduqda, pis hiss etdikdə dərhal dəstək almalarının və yaxud da şübhələndiyi halda içkilərinin dərhal kanlarının, bardaqlarının dəyişdirilməsini illərləndir biz gənclərimizə, yeniyetmələrimizə, yəni vətəndaşlarımıza bunu söyləyirik ki, daha diqqətli olsunlar və daha diqqətli davransınlar. Bu cür risklər barədə də öncədən məlumat vermək, ictimai yerlərdə diqqətli olmağa çağırmaq, şübhəli hallar baş verdiyi halda dərhal aidiyyatı qurumlardan kömək, dəstək mütləq şəkildə istənməlidir və daha ayıq-sayıq olmalıyıq. Bu mütləq və mütləq lazımdır və həmçinin də kütləvi informasiya vasitəsilə, yəni mediada da, saytlarda da insanların daha diqqətli olmasına səslənmək lazımdır ki, çoxluq, topluq olan yerlərdə daha diqqətli olsunlar və daha diqqətli davransınlar.